Əl-Mulk, Mülk surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Mülk əlində olan Allah ən əzəmətli, xeyri və bərəkəti bol olandır. O, hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan O'dur. O, qüdrətlidir, bağışlayandır. 7 göyü təbəqələr şəklində quran O'dur. Sən mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir. Heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax.